Heydər Əliyev adına Beynəlxalq Hava Limanında fəaliyyət göstərən hava nəqliyyatında Baş Gömrük İdarəsi ilə bağlı yeni iddialar yayılıb. Sərnişinlərin bildirdiyinə görə, buradakı gömrük postlarında aparılan yoxlamalar normadan artıq sərt və izahsız şəkildə həyata keçirilir. Qlobal İnfoza danışan iqtisadçı və hüquqşünas Əkrəm Həsənov bildirib ki, bu qayda tətbiq edilən ilk vaxtlardan tənqid edilirdi. Çünki bunun subyektiv hallara yol açacağı aydın idi. Stat: Birincisi, bunu müəyyən etmək çox çətindir. Məsələn, mən xaricə gedib bahalı bir əşya almışam və onu üzərimdə gətirirəm. Gömrük orqanı bunu indi aldığımı necə sübut edəcək? Bəlkə həmin əşya əvvəldən mənim olub və sadəcə üzərimdə aparmışam. Bir tərəfdən güya xaricdən mal gətirib ölkə daxilində satan şirkətləri qorumaq məqsədi güdülür, digər tərəfdən isə güya dövlət büdcəsinə əlavə vəsait cəlb edilir. Dekabrda Avropadan qayıdanda məni də narahat etdilər. Dedilər ki, çantalarınızda alınmış əşyalar görünür. Həqiqətən də xanımın və 4 qızım üçün ümumilikdə 5 çanta və pulqabı almışdım. Məhsulların dəyərini müəyyənləşdirmək üçün başqa bir əməkdaş dəvət olundu. O təsdiqlədi ki, bahalı əşyalar deyil və bundan sonra buraxıldım. Amma bu proses insanda çox mənfi təəssürat yaradır. Dünyanın heç bir yerində rast gəlinən hal deyil. Heç bir ölkədə sərnişini bu şəkildə saxlayıb, gömrük rüsumu tətbiq etməyə çalışmırlar. Statın sonu. Əziz izləyicilər, xəbərlərdən məlumat əldə etmək üçün kanalımıza abunə ola bilərsiniz.